Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bu günləri mən çox faydalı, sağlıqlı toyuq yeməyi hazırlayıram. Yəni toyuq ətindən sos hazırlayacağam. Bunu isə öz həyətimizin toyuğu ilə hazırlayacağam. Videoya keçməmişdən öncə sizdən bir xahişim olacaq. Videomuzu bir saniyənizi ayırıb bəyənməyi unutmayın. Toyuğu təmizləmək üçün əvvəldən su qoymuşam, qaynasın. İsti suyun içərisinə toyuğu salıb təmizləməyə başlayacağam. Suyun içərisində toyuğun hər iki tərəfini çevirirəm. Toyuğun hər yeri yaxşı islansın. Təmizləmək mənim üçün asan olsun. Əziz xanımlar, əlbəttə ki, bu toyuğu bu formada təmizləmək biraz zəhmət tələb edir. Ancaq bunun dadı aldığımız toyuqların heç birində yoxdur. Toyuğu təmizlədim və indi isə qarın hissəsini açıb artıq hissələrini çıxardacağım və sonra isə qazın üzərində ütəcəm. Bəzi xanımlar qarın hissəsini təmizləməmiş toyuğu qazın üzərində ütürlər. Onda nə baş verir? Deməli, toyuğun iç alatındakı artıq hissələrin iyisi, dadı toyuğun ətinə hopur. Toyuğu bişirəndə isə toyuğun ətində fərqli bir dad hiss olunur. Ancaq belə təmizləyib ütəndə isə toyuğun ətində heç bir dad, tam, yəni qoxu hiss olunmur. Toyuğu qazın üzərində ütəndən sonra bir dəfə suyun altında yudum. Onu video uzun olmasın deyən çəkmədim. Daha sonra doğradım. Bizim toyuğumuz biraz yağlıdır. Mən bu yağlı hissələrin hamısını kəsib bir kənara qoyacağım. Yeməyin içinə qatmayacağım. Doğrayandan sonra da tərtəmiz yuyuram. Suyu təmiz, şəffaf olana qədər. Sonra isə yeməyimizi hazırlayacağım. Yuduğum ətləri qazanın dibinə yığıram və üzərinə 1 litr qaynar su tökəcəm və sonra isə qoyacağım qazın üzərində qaynasın. Suyu toyuğun üzərinə çıxacaq qədər tökmək lazımdır. Hətta görürsünüz ki, toyuğunuz gec bişir. Biraz da isti su əlavə etmək olar. Qazan qaynamağa başlamamış, üzərinə yığılmış köpüyü yığıram və sonra isə qazın altını aşağı edirəm ki, yavaş-yavaş ətimiz pişsin, suyu isə buxarlanıb getməsin. Ət bişənə qədər 2 dənə soğanı soyub xırda-xırda doğrayıram. Və 2 dənə isə pomidoru rəndələyəcəm. Toyuq yeməyində bibərin dadını xoşlayırsunuzsa, biber də əlavə edə bilərsiniz. 1 saatdır ki, yeməyimiz qaynayır. Mən biraz duz əlavə etdim, əti dadlandırmaq üçün və kartofları soyub suyun içinə atıram ki, qaralmasın. Ətin bişməyinə baxıram. Və məncə ətimiz yaxşıdır, artıq yumşalıb. İndi isə bunu başqa bir ləyənə tökəcəm. Sonra isə soğanımı qızardacağım. Toyuğun özü yağlı olduğu üçün çox yağdan istifadə etmirəm. Bir balaca kərə yağı əldirəm. Yağı dağ eləməmiş soğanı əlavə edirəm yağın içərisinə. Çox az qovururam. Sonra isə toyuğun tikələrini soğanın içərisinə yerləşdirib biraz o tərəfini, bu tərəfini qızardacağım. Çox da qurutmaq lazım deyil. Tikələr biraz qovrulandan sonra üzərinə pomidoru əlavə edirəm.
2-3 dəqiqədə pomidorla biraz qovururam. Sonra isə süzdüyüm bulyonu əlavə edirəm ətin üzərinə. Kartofları da yeməyin içərisinə qatıram və sonra isə ədviyyatları, istədiyiniz ədviyyatı əlavə edə bilərsiniz. Mən sarı kök və qara istiotdan istifadə edirəm. Əvvəlcə duz da vurmuşdum, əti bişirəndə duza ehtiyac olmadı. Məncə bu yeməyin yanına sumaklı soğan çox yaraşır. Mən isə yayda sirkə ilə qoyduğum xiyar turşusundan süfrəyə verəcəm və bu turşunun linkini də videomuzun açıqlama bölümündə qeyd eləyəcəm. Əgər sizin üçün maraqlı olsa, keçid edib baxa bilərsiniz. Bu yemək bəzi bölgələrdə, rayonlarda bozbaş, bozartma kimi tanınır və yaxud da ki, indi dediyimiz kimi toyuq sousu kimi adlanır. Siz necə deyirsiniz bu yeməyə? Hansı adla tanıyırsınız? Yazın, bizə yorumlarınızda bildirin. Və yeməyimiz də hazırdır. Çox gözəl alınıb. Dəyərli izləyicilər, göz haqqınızı halal edin. Əgər videomuzu bəyəndinizsə, zəhmətimizə dəyər verib, kanalımıza abunə olub, dəstək üçün yorum yazmağı unutmayın. Və hardan, hansı şəhərdən, hansı bölgədən izləyirsinizsə, yorumlarınızda bizə bildirsəniz çox sevinərik. Salamat qalın. Allaha əmanət olun. İnşallah növbəti videolarımızda görüşənədək.